Faciəli həyatı olan aktyor Kamil Məhərrəmov haqqında məlumat. Kamil Məhərrəmov 1941-ci ildə Şamaxıda anadan olub. Ailədə 3 uşaq olublar. Atası dərzi, anası evdar xanım idi. Ailənin maddi vəziyyəti çətin idi, xüsusilə anasının xəstəliyi səbəbindən. Sonradan ailə Bakıya köçüb. Orta məktəbdə oxuyarkən Lütfü Məmmədbəyovun dram dərnəyinə yazılır. Orada istedadı diqqəti çəkir. Əvvəlcə ailəyə kömək üçün Bakı Energetika Texnikumuna daxil olur, lakin sənətə olan həvəsi üstün gəlir. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirir. Həyat yoldaşı Mahirə xanımla Bakıda tanış olub və ailə qurublar. Onların 2 övladları olur. Kamil Məhərrəmov əsasən epizodik və xarakterik rollarla məşhurlaşıb. Kiçik rollarda belə yadda qalan obrazlar yarada bilirdi. Aktyor heç bir fəxri ad almayıb, lakin tamaşaçı sevgisi qazanıb. Amma çox təəssüflər olsun ki, spirtli içki onun həyatını məhv eləyir. O, içkidən əl çəkə bilmir. Elə buna görə də həyat yoldaşı onu evdən qovur. Və bundan sonra o küçələrdə gecələyir. 1993-cü ildə aktyor avtobusda yatır və səhər onu avtobusda ölü vəziyyətdə tapırlar. Səbəbi isə içkinin nəticəsi idi. Kamil Məhərrəmov Sumqayıtda dəfn olunub. Bu, Azərbaycan kinosunda faciəvi talelərdən biri kimi qeyd edilir.